Yüreğinizde güneş olsun sayılı yurttaşlarımız. Yeni Düşünce YouTube kanalımızı izleyenler. Ben Güney Batalı bugün görüşünüze Asi Vatan'ın mütlak isharı ile gelmişim. Asi Vatan mütlaka inan felsefesini yarattı. Ve bu inamı hem ferdin hem bütün milletlerin hem de beşerin xilası olarak təqdim etdi. İndi Asi Vataya göre mütlak nedir? Asi Vatanın bu yazısını size okumak istedim. Mütlak təbiətdə, mənəviyyatda, kainatın ahəngində, gözəllikdə, idrakda, ehtizazda, vəcdə, analıqda, məhəbbətdə, ruhun ülvi xilqətində, bəşərin özündən böyük mənasında, ürəyin ürəyə qovuşmaq arzusunda, ideala qarşılanılmaz meyildə, dostluqda, həyada, ismətdə, dünənlə bugünün təmasında, özündən keçmədə, qeyrətdə, müqəddəsliyin əfsunlu cazibədarlığında əbədi, sonsuz mütlaq yaşayır. Mənim Allahım odur. Sözə sığmayan, nisbi hadisələrin daxilində yaşayan, fəqət onlardan yüksək və kamil olan mütlaq. Zəkədə dahilik, mənəviyyatda qəhrəmanlıq, sifətdə ruhani gözəlliyin ifadəsi, hissiyatda sevgi, ictimai həyatda azadlıq, mövcudiyyatda mütləqa qovuşmaq diləyi, tarixdə xalqın ölməzliyi, təbiətdə dağların yuqarı, səmanın seyirli ənginliyi, cəmiyyətdə torpağın vətən səviyyəsinə qalxması, bunlar mütlaqın təzahürləridir. Mənim Allahım mütləqdir. İnsan özündən keçmə, fədəkarlıq yüksəkliyinə qalxır. Adiliyindən, keçiciliyindən, qorxu duyğusundan xilas olursa, özündəki mütləqə yaxınlaşır. Xalq sonsuz mətanət, əzəbəziyyət bahasına öz bənzərsizliyini və bəşəri ləyaqətini saxlayırsa, özündəki mütləqə yaxınlaşır. Ana evladına məhəbbətdə dahilik göstərirsə, özündəki mütləqə yaxınlaşır. Məhəbbətdə iki şəxs bir olursa, cismani qovuşma ruhani qovuşmaya çevrilirsə, insan özündəki mütləqə yaxınlaşır. Günəş yerə, torpağa, canlılara, bitkilərə öz şəfqətini səxavətlə paylayırsa, özündəki mütləqə yaxınlaşır. Sifətdə insanın dünyaya sığmayan mahiyyəti öz ifadəsini tapırsa, sifətdə mütləq işığı parıldayır. Musiqinin vəcli, sirli, sehirli səsi mütləqin səsidir. Şəxsiyyətin özünü yenidən yaratma qəzmi mütləqin təzahürüdür. Peyğəmbərlərin sözlərində, qəhrəmanların əməllərində mütləq yaşayır. Zülmə qarşı hiddətdə, eybəcərliyə qarşı nifrətdə, mərhəmətdə, qüdsiyyətdə mütləq yaşayır. Gecə sükutunda, səhər oyanmasında, şimşək nərəsində, yağışda, qarda mütləq yaşayır. Ruhun bədən üzərində, insaniliyin heyvanilik üzərində, müdrikliyin naşılıq üzərində qələbəsində mütləq yaşayır. Amalın ömrə hakim olmasında mütləq yaşayır. Mənim Allahım mütləqdir. Mən ona səcdə qılıram, onunla yaşayıram, onun tələblərinə əməl edirəm. Mütləq dünyada təzahür edir. Dünyanın daxilindədir. Ancaq dünya təkcə mütləqdən ibarət deyil.
O həm də şərdən, naqislikdən, çirkinlikdən, adilikdən, bəsitlikdən ibarətdir. Dünya heç vaxt tam mütləq olmur. Mütləq həmişə gerçəklikdən yüksəkdir. Ancaq gerçəklikdə həmişə mütləqə can atmağa, ona yaxınlaşmağa, onunla bir olmağa meyl var. Dünya heç vaxt tam mütləq olmur. Ancaq həm də dünya heç vaxt mütləqsiz olmur. Mütləq həmişə dünyada özünü biruzə verir. Həm də dünya ona yaxınlaşmağa can atır. Mənim Allahım mütləqdir. Mütləq inan, mütləq gözəllik, mütləq həqiqət, mütləq tərəqqi, mütləq ədalət, mütləq fədəkarlıq, mütləq məni qanatlandırır, qəhrəmanlaşdırır, dahiləşdirir, peyğəmbərləşdirir. Eybəcərliklə barışmıram. Daim mütləqə doğru irəliləyirəm. Həm əl çatmazdır mütləq, həm də yaxın. Əl çatmazdır çünki özünü gerçəklikdə biruzə verir. Əməllərdə, hadisələrdə, keyfiyyətlərdə aşkara çıxır. Həm sonsuzdur mütləq, həm də sonlu. Sonsuzdur çünki mahiyyətini gerçəklikdə heç vaxt tam ifadə etmir. Sonludur çünki gözəl və mənalı hadisələrdə təzahür edir. Həm görünəndir mütləq, həm də görünməz. Görünəndir ayrı-ayrı insanlarda, gözəlliklərdə, məziyyətlərdə, təzahürlərdə. Görünməzdir çünki özü öz təzahüründən artıqdır, alidir, böyükdür. Bu səbəbdən də mən mütləqə həm görürəm, həm də görmürəm. Görürəm ülviyyətlə, qüssiyyətlə görüşəndə, ona qovuşanda, onda itəndə görmürəm. Çünki mütləq bu gördüklərimdən daha kamil, daha mənalı, daha möhtəşəmdir. Görünən mütləq məni görünməyən mütləqlə ruhani qovuşmağa hazırlayır. Birincidə ikincinin nişanələrini görürəm. Peyğəmbərlərdə, müdriklərdə, özündən keçənlərdə, təbiətdə mən mütləqin təzahürləri ilə görüşürəm. Onlarla bir oluram. Qüdrətim hədsiz dərəcədə artır. Ancaq mən dərk edirəm ki, bunlar günləşin şüalarıdır. Günəş isə şüaların cəmindən artıqdır. Mütləq dünyanı yaratmayıb. Ancaq dünyanın ülvi mənasını, sığmazlığını, özündən kənara çıxmaq, ideala qovuşmaq qüdrətini yaradıb. Mütləqə səcdə qılaram. Üzümü ona tuturam və deyirəm. Ey yerə göyə sığmayan, tay bərabəri olmayan, dünyada nə varsa hamısına ali məna, gözəllik, ülvilik verən mütləq. Mənə kömək et. Yanında cılızam, kiçiyəm, naqisəm, nöqsanlıyam, qəbahətliyəm. Qolumdan qaldır, böyüt, artır, yüksəlt, təmizlə. Müqəddəslik suyunda kimizdir. Zəifliyimdən, keçiciliyimdən, naqisliyimdən uzaqlaşım. Necə varamsa, azam, cılızam, səndən uzağam. Yaxınlaşdır mənə özünə. Həmişə mənimlə ol. Qəmimdə də, sevincimdə də, balacalığımda da, yetkinliğimdə də, cavanlığımda da, qocalığımda da, ölüm saatımda da, ümid məqamımda da məni tək qoyma. Ömrüm boyu sənə xidmət edəcəyəm. Dünyada, insanda, dünəndə, bugündə gözəl, mənalı, müqəddəs nə varsa hamısını yığacağım qəlbimə. Onlardan daha kamil bir surət yaradacağım mənəviyyatımda və ona səcdə qılacağım. Sən mənim atamsan, doğman, ülvim, müqəddəsim,
Mütləqimsən. Var olun.